Bir sualımız var, zəhmət olmasa. Son günlər sosial şəbəkələrdə yayılıbdır ki, Ramiz Mehdiyevin fotosu Milli Elmlər Akademiyasında hələ də tabloda qalır. Götürülübmü artıq? Bilməlisin, Akademik Kitabxanasında şəkil yoxdur. Götürülüb. Çoxdan. Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının Şəhidlər Xiyabanını ziyarəti zamanı əməkdaşlardan birinin AYMA prezidenti İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məsələ ilə bağlı isə Həbibbəyli manşetaza açıqlama verib. O, heç vaxt çətirdən istifadə etmədiyini bildirib. Evimdə də çətirim olmayıb və hazırda da yoxdur. Dünən Şəhidlər Xiyabanına çətirsiz və papaksız gəlmişdim. Hava küləkli olduğu və qar yağdığı üçün əməkdaşlardan biri mənə yaxınlaşaraq həm özünün, həm də mənim başıma çətir tutmuşdu. Əvvəlcə bunu hiss etməmişdim. Bu hal cəmi bir neçə dəqiqə davam etdi. Ziyarət boyu başaçıq və çətirsiz olmuşam. Dünən tədbirdən sonra dərhal AMİA'nın saytında yerləşdirilən fotolardan da əyani şəkildə görə bilərsiniz. Mən işçiyə mənə çətir tutması ilə bağlı hər hansı bir söz deməmişəm. Həmçinin Həbibbəyli Ramiz Mehdiyevin AMİA'dan şəklinin götürülməsi ilə bağlı jurnalistin verdiyi suala da cavab verib və Mehdiyevin şəklinin çoxdan götürüldüyünü qeyd edib. Bir sualımız var, zəhmət olmasa. Son günlər sosial şəbəkələrdə yayılıbdır ki, Ramiz Mehdiyevin fotosu Milli Elmlər Akademiyasında hələ də tabloda qalır. Götürülübmü artıq? Bilməlisin, Akademik Kitabxanasında şəkil yoxdur. Götürülüb. Çoxdan.